Hər vaxtınız xeyir. Bugün fizikadan qəbul imtahanına düşmüş belə bir sualın izahına baxacağıq. Gəlin ilk öncə şərtə baxaq. Şərtdə deyilir ki, fırlanan disk üzərində götürülmüş A nöqtəsinin sürəti V-dir. B nöqtəsinin A nöqtəsinə nəzərən nisbi sürətini hesablayın. Bizə şərtdə nə verildi? A nöqtəsinin sürəti. VA bərabərdir V yazırıq. Bizdən nə istənilir? B nöqtəsinin A nöqtəsinin nəzərən nisbi sürəti. VBA bizdən nə olur? Soruşulur. Biz nisbi sürəti tapmaq üçün ilk öncə əlbəttə ki, istiqamətə fikir verməliyik. Baxın, tutaq ki, sadə əqrəb istiqamətində fırlanan bir diskimiz var. İndi baxın, gördüyünüz kimi sadə əqrəb istiqamətində fırlanırsa, əlini sadə əqrəb istiqamətində aparırsan və B-də saxlayırsan, nə olacaq? Toxunan istiqamətdə yönələcək sənin sürətin. Bu oldu VB-nin istiqaməti. A'dan da bir çevrə keçirirəm. Baxın, əlimi yenə sadə əqrəb istiqamətində aparıram. Gördüyümüz kimi, bax, bu nöqtədə nə olacaq? Yenə aşağıya doğru yönələcək sürətim toxunan istiqamətində. Bu da oldu VA. Eyni istiqamətdə yönələndə nisbi sürətdə nə edirdik? Çıxırdıq. Ona görə nə edəcəyik? VB-dən VA-nı çıxacağıq. Deməli, artıq VBA bərabər olacaq nəyə? VB çıxılsın VA-ya. VA var, VB yoxdur. Bəs VB necə tapacaq? Fikir versəz, gördüyümüz kimi burada nə aldıq? Mərkəzindən keçən ox ətrafında fırlanan disk aldıq. Bəs bu halda biz hansı düsturdan istifadə etməliyik? İlk öncə sabit olan kəmiyyətləri bilməliyik. Hansı ki, period, tezlik və omega nədir? Sabit. Mən omega olan düstur verəcəm. Hansı ki, V-nin düsturu. V bərabərdir omega 1. Buradan V R-lə necə asılıdır? Düz asılıdır. İndi baxın, gördüyümüz kimi RA nəyə bərabərdir? R bölü 2-yə. RA bərabərdir, R bölünsün 2. Bəs RB nəyə bərabərdir? RB çevrənin artıq radiusudur. Ona görə nə yazacağım? RB bərabərdir R. Fikir versəz, RB RA-dan neçə dəfə çoxdur? 2 dəfə çoxdur. V də R-lə düz asılı olduğundan artıq VB də VA-dan 2 dəfə çox olacaq. Yəni 2V olacaq. Aha, VB var, VA var. Gətirib yerinə yazacağım. Bax, bu gördüyünüz ifadədə burada. Onda VBA bərabər olacaq. VB-nin yerinə yazıram 2V. Çıxılsın VA-nın yerinə yazıram V. 2V çıxaq V bizə nə verəcək? V-ni verəcək. Doğru cavab oldu nə? V.